Tovuz rayonunda bədbəxt hadisə baş verib. 3 azyaşlı ev şəraitində hazırlanan turşudan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdiriliblər. Hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakinləri 4 yaşlı İlqar Hüseynzadə, 5 yaşlı Nihat Hüseynzadə və 6 yaşlı Gülnur Hüseynzadə zəhərlənmə şübhəsi diaqnozu ilə xəstəxanaya gətiriliblər. Onlara lazımi tibbi yardım göstərilib. İlkin məlumata görə uşaqlar yaşadıkları evdə konservləşdirilmiş turşu yedikdən sonra zəhərləniblər. Hazırlanmış turşudan uşaq öz başına atıbdı. Onu demək olar ki, qida kimi qəbul edib. Bəli. Biz özümüz toydaydıq. Toydan çıxdıq gəldik. Sonra gördük. Bəli, hallar pisləşmişdi. Birinin yaşı 5-dir, birinin yaşı 6, birinin də yaşı 4. Bəli. Bilmədən oldu da. Faktla bağlı araşdırmalar davam etdirilir. Fuad Nazimoğlu, Elşad Cəfər, Vəsilə Mütəllimzadə, APA TV Tovuz.